İlahi, hacətlərimiz var, istəklərimiz var, dualarımız var. Həzrət İmam Rıza Əleyhisselamın mübarək qəbrinin ziyarətindəyik. Hacətlərimizi qəbul et. O kəslər ki, məndən iltimas dua istəyiblər ki, İmam Rıza Əleyhisselamın hərəmində dua edəsin. İlahi, nəzərdə olan xəstələrə İmamın əli ilə, tezliyi ilə acil şifa mərhəmət. O kəslər ki, məndən iltimas dua istəyiblər ki, illərdir övlada həsrətdir. İlahi, övladı olmayanlara İmam Rıza Əleyhisselamın əli ilə, tezliyi ilə onlara əməli salih, sağlam övlad inayət elə. İlahi, əskərlərimiz var ki, vətənimizin keşiyində dayandılar. İlahi, əskərlərimizi yerin göyün bəlasından, düşmən gülləsindən hifz elə. Onları sağ-salamat evlərinə qayıtmağı nəsib edir. İlahi, şəhidlərimiz var. Şəhidlərimizi şəhidlərin sərvəri İmam Hüseyin əleyhissalamla məhşur elə. İlahi, qazilərimiz var. Yarı şəhidlər. İlahi, onlara tezliklə acil şifa mərhəmət edir. İlahi, səni and verirəm İzzət və Cəlalı və xatır. O kəslər ki, məndən istəyiblər ki, İmam Rıza əleyhissalamın ziyarətində biz üçün dua eləyərsiniz. İlahi, onların qəlbində nə dualar var, nə hacətlər varsa, tezliklə qəbul edin. İlahi, həsrətini çəkənlər var ki, İmam Rıza əleyhissalamın, İmam Hüseyin əleyhissalamın ziyarətinə gələ bilmirlər. Çətinlik çəkirlər, kasıbçılıq ucbatından və yaxud da başqa məsələlər ucbatından gələ bilmirlər. İlahi, tezliklə onların ayaqları ki, düyünbədir, tezliklə o düyünü aç, onlar da gəlsinlər İmam Rıza əleyhissalamın mübarək qəbrinin ziyarətinə.